Evet, on a trip. Trump, route for international peace and prosperity. Trip Uri. Bu arada Paşinyanın baş diplomatı Ararat Mirzayan da belə bir hipotez ortaya atır ki, ermənilər Ermənistanda, Azərbaycanlılar isə Azərbaycanda yaşamalıdırlar. Məhz Mirzayan forum iştirakçılarının suallarının cavabında trip layihəsindən danışarkən dəhliz sözünü işlətməyin. Dəhliz deyəndə ağlımıza Ermənistanın suverenliyinə təhdid yarandığı gəlir anormal bəyanatını verdi. Necə deyərlər, ənənəvi ritorika. Hay düşüncəsində heç bir uğur Azərbaycanın adı ermənilərin məğlubiyyəti ilə əlaqələndirilməməlidir və salam. Ona görə də onlar artıq reallaşacağı kimsədə şübhə doğurmayan Zəngəzur dəhlizinin adını çəkmir. Çünki düşünürlər ki, dəhliz ifadəsinin leksikonlarda qalması Qərbi Azərbaycana qayıdış mövzusunu daim gündəlikdə saxlayacaq. Zəngəzur dəhlizini trip layihəsi adlandırmaq üzərində bu qədər israr etmək də məhz həmin niyyətlə, erməni psixologiyası ilə bilavasitə bağlıdır.